Bugünkü görüşümüzdə psixosomatik pozulmalardan, psixosomatik xəstəliklərdən söhbət açılacaq. Psixosomatik sözü ümumiyyətlə insanlar arasında həmişə olduğu kimi, başqa terminlərlə olduğu kimi, psixosomatika, psixosomatik pozğunluq belə bir terminlər insanlar arasında həddindən artıq geniş istifadə olunan terminlərdir. Lakin insanlar bunun mənasını başa düşmürlər. Bu nə deməkdir? Yəni, psixosomatik pozğunluqlar, psixosomatik xəstəliklər, psixosomatoz, somata psixi dəyişikliklər. Yəni, bu məsələlərin hamısını bir-birindən ayırmaq üçün mən bu qısa söhbətimizdə çalışacağım ki, çox dəyərli bir izahat verim. Ümumiyyətlə, orqanizmdə ruhi aləmlə bədən aləmi, yəni fiziki aləm arasında çox ayrılmaz bir əlaqə var. Yadda saxlamaq lazımdır ki, əgər insanın ruhi aləmində bir dəyişiklik varsa, yəni psixikasında bir dəyişiklik varsa, o mütləq onun bədənində öz əksini tapır. Bunsuz mümkün deyil. Və əksinə, əgər insanın bədənində bir xəstəlik varsa, bir pozulma varsa, bədən orqanlarının funksiyasında bir pozulma varsa, mütləq bu özünü ruhi aləmin disfunksiyasında, yəni ruhi aləmin pozulmasında özünü göstərir. Yəni, bu çox qədimlərdən məlum olan bir həqiqətdir. Biz bilirik ki, psixoterapiyada çox geniş, izahlı nəzəriyyələr var ki, bu nəzəriyyələrdə həmin bu bədən və ruh əlaqəsini izah edən çoxlu müddialar var. Lakin ən sadə müddua nervizm nəzəriyyəsi, belə bir nəzəriyyə olub. 19-cu əsrin əvvəllərində bunu Rus həkimi, məşhur Rus həkimi Botkin irəli sürüb. Botkin özü həkim terapevt olub və Botkin öz izahatı ilə, öz müddaları ilə sübut edib ki, bir çox xəstəliklər, bədən xəstəlikləri, onların kökündə ruhi aləmdə olan pozğunluqlar durur. Heç vaxt əhval-ruhiyyəsi pis olan, pis mühitdə yaşayan, psixoloji gərginlik şəraitində yaşayan, öz yaxın adamlarından narazı olan, öz yaxın ətrafındakı insanlardan həmişə təzyiq, mədəniyyətsizlik, özünə qarşı hörmətsizlik görən insanlarda bədən orqanları da sağlam ola bilməz. Yəni, insan onun yaşadığı mühitə uyğun sağlamlığa malik olur. Heç vaxt əgər küçədə yaşayan insan küçədə yaşayırsa, o sağlam ola bilməz. Onun nə bədən orqanları, nə ruhi aləmi sağlam ola bilməz. Əgər insan hətta gözəl bir mənzildə yaşayırsa, təmtəraqlı bir mənzildə yaşayırsa, lakin onun yanında elə adamlar yaşayır ki, o adamlar hər gün ona psixoloji təzyiq edirlər, onun fikirlərini başa düşmürlər, onun qayğılarını başa düşmürlər, onun daxili aləmində baş verən müəyyən problemləri başa düşmürlər və yaxud da başa düşmək istəmirlər. O öz yaxın adamlarından, yəni iş yoldaşlarından, qohumlarından, ümumiyyətlə tanıdığı insanlardan qayğı görmürsə, əlbəttə, bu məcbur deyil ki, insanda ruhi xəstəlik baş versin. Bəli, insanda çox vaxt, əksəriyyət halda ruhi xəstəlik baş vermir. Lakin ruhi aləmin bu cür gərginləşməsi nəticəsində insanın bədən orqanları və sistemləri öz funksiyalarını pozmuş olurlar, yəni onların funksiyaları pozulur və insan müəyyən ya müvəqqəti somatik, yəni bədən xəstəlikləri ilə əziyyət çəkməyə başlayır
və yaxud da müəyyən bir ağır bədən xəstəliyinə düçar olur. Heç kimə sir deyil ki, artıq təbabət bunu sübut eləyib ki, leykoz deyilən belə bir xəstəlik var. Buna başqa sözlə qan xərçəngi də deyirlər. Onkoloji bir xəstəlikdir. Yəni qan sisteminin onkoloji bir xəstəlikdir. Bu artıq sübut olunub ki, qəfildən kəskin leykoz adı ilə məşhur olan, yəni leykoz kəskin olur və xroniki olur. Kəskin leykoz adı ilə məşhur olan o xəstəlik çox hallarda insanlarda çox şiddətli, kəskin ümidsizliklə müşayiət olunan psixoemosional stressdən bilavasitə sonra baş verir. İnsan müəyyən bir çıxılmaz vəziyyətə düşür, təhlükəsizlik hissini itirir və mən bu haqda bir dəfə danışmışam ki, insanın həyatında ən mühüm məsələ təhlükəsizlik hissinin olmasıdır. Əgər insan təhlükəsizlik hissini itirirsə, yəni o əmin deyilsə ki, onun yaşadığı mühitdə onun həyatı, onun fikirləri, onun planları, onun maddi və mənəvi aləmi təhlükəsiz vəziyyətdədir. Əlbəttə, belə insan heç vaxt sağlam ola bilməz. Və bu mənada mən belə bir müqayisədə həmişə aparıram ki, nəyə görə Sovet İttifaqının vaxtında Sovet quruluşu olan zamanı insanlarda belə bir güclü təhlükəsizlik hissi var idi və ona görə də Sovet İttifaqında doğrudan da bəzi ağır xəstəliklər ki, onların mənbəyində insanın ruhi aləmində gedən çox güclü negativ dəyişikliklər durur. Həmin xəstəliklər çox az rast gəlinirdi. Bu da onunla əlaqədar idi ki, insanlar sabahki günə ümidlə yaşayırdılar. İnsanlarda təhlükəsizlik hissi var idi. İnsanlar bilirdilər ki, onların həyatları, onların yaxın adamlarının həyatları, fiziki və psixi təhlükəsizlikləri dövlət tərəfindən qorunur və bu qorunma həmişə həyata keçirilir. Lakin indiki dövrdə biz kapitalist sistemində yaşayırıq, kapitalizm quruluşunda yaşayırıq. Biz sabahki günə ümidimiz yoxdur. Yəni siz bilirsiniz ki, kapitalizm quruluşunun bəzi yazılmamış və yazılmış qanunları var ki, insan bir də görürsən səhər yuxudan ayılır, radionu açır və yaxud da internetə baxır və məlum olur ki, dünən o çörəyi 50 qəpiyə alırdı, bugün artıq 1 manat 50 qəpiyə alacaq. Və yaxud da dünən olan qanunlarla bu yaşayırdı, gərginləşmirdi. Bugün yeni bir qanun çıxıb, səhər tezdən o qanun çıxandan sonra bu adamın həyatı çətinləşir. Yəni ki, bu adam müəyyən işlə məşğul olur, o işin deməli gediş planları dəyişib, vergilər artırılıb və yaxud da insan eşidir ki, haradasa onun yaşadığı regionda müharibə başlayıb, hansısa bir hadisə olub, kimisə öldürüblər və o adamı heç kim müdafiə eləməyib və s. və l. Yəni, bu cür məlumatlar kapitalizm sistemində yaşayan bütün ölkələrdə, o cümlədən də Azərbaycanda bu cür hadisələr çox tez-tez baş verir. Bu qlobal bir hadisələrdir. Yəni, bu Azərbaycanın problemləri deyil, bu kapitalizm sisteminin problemləridir. Qəflətlilik prinsipi, qəfləti pozğunluq prinsipi, qəfləti təhlükə prinsipi və bu qəfləti təhlükə prinsipi elə güclü, dağıdıcı təsir eləyir ki, insan psixikasına. Əlbəttə, insan psixikasında elə dəhşətli dəyişikliklər əmələ gəlir ki, insanda kəskin psixoz da formalaşa bilər həmin anda, insanda kəskin leykoz da əmələ gələ bilər, insanda kəskin 12 barmaq bağırsaq xorası da əmələ gələ bilər, insanda kəskin ürək tutması da baş verə bilər. Yəni, bütün bu məsələlərin hamısına biz psixosomatik vəziyyət deyirik. Əlbəttə, psixanın özündə baş verən xəstəlikləri nəzərə almasaq, psixika olunan o güclü, dağıdıcı təsir nəticəsində bədəndə baş verən bu cür ağır xəstəliklərin, ağır halların inkişafına biz psixosomatik vəziyyətlər deyirik. Yəni, başqa sözlə desək, ruh gərginləşir, ruh ümidsizləşir, ruh öz sabahki günə olan ümidini itirir, təhlükəsizliyə olan ümidini itirir və ruhun özünə heç nə olmasa da bu impuls ötürülür bədənə
və bədəndə başlayır təlatüm. Ürək pis işləyir, mədə-bağırsaq sistemi pis işləyir, böyrəklər pis işləyir, qaraciyər yolları sistemi pis işləyir və insanda müxtəlif bədən xəstəlikləri əmələ gəlir. Və biz buna deyirik psixosomatik vəziyyət, psixosomatik xəstəliklər. Ümumiyyətlə, mən konkret psixosomatik xəstəliklərin adlarını da çəkirəm ki, insanlara aydın olsun. Misal üçün, hipertoniya xəstəliyi nədir? Qan təzyiqi qalxır, insanlar müəyyən dövrdən sonra stabil olaraq müəyyən hipotenziv preparatları qəbul etməyə məcbur olurlar. Çünki bu preparatları qəbul etməyəndə qan təzyiqi qalxmağa meyilli olur və yaxud da real olaraq qalxır. Hipertoniya xəstəliyinin səbəbi nədir? Xroniki, davam edən, davamlı sürətdə insanın beyninin damar tənzimləyici mərkəzlərinə təsir edən psixoemosional gərginlik. Buna başqa sözlə damar nevrozu da deyirlər. Damar nevrozu. Nəyə görə damar nevrozu deyirlər? Sasudissi nevroz. Bunun çox gözəl adı var. Yəni, Sovet və Rus təbabətində bunun çox gözəl adı var. Sasudissi nevroz. Nevroz vысших vegetativных центров. Ali vegetativ mərkəzlərin nevrozu. Ali vegetativ mərkəz deyəndə biz baş beynin, uzunsov beyin hissəsində olan, vegetativ mərkəzlərdə olan pozunluğu başa düşürük. Vegetativ mərkəz də o mərkəzlərdir ki, onlar tənəffüsü, ürək fəaliyyətini, damar fəaliyyətini, damar tonusunu tənzim edirlər. Həmin mərkəzin fəaliyyətinin pozulması nəticəsində insanda hipertoniya xəstəlik formalaşır. İkinci xəstəlik, çox məşhur olan xəstəlik, mədə 12 barmaq bağırsaq xorası xəstəliyi. Bəzən belə bir nəzəriyyələr, bu ümumiyyətlə mədə 12 barmaq bağırsaq xorası xəstəliyi haqqında çoxlu nəzəriyyələr var və ən sonuncu, ən dəbdə olan nəzəriyyələrdən biri Helicobacter pylori, güya belə bir mikrob var. Həmin mikrob deməli 12 barmaq bağırsaqda, mədədə özünə yer eləyir və orada xora əmələ gətirir. Lakin o nəzəriyyənin özü axıracan öyrənilməyib. Bu prinsipin özü axıracan təsdiq olunmayıb və ona görə də xəstələrin 12 barmaq bağırsaq, mədə 12 barmaq bağırsaq xorası olan xəstələrə indiki dövrdə müalicədə gastroenteroloqlar, həkim terapevtlər nə təyin edirlər? Antibakterial preparatlar, metronidazol deyilən belə bir preparat var. Yəni, ibtidailər əleyhinə, Helicobacter pylori, bu ibtidaidir. Yəni, qurd xəstəliyi kimi belə bir şeydir, belə deyək. Yəni, metronidazol, trixapol da deyirlər, o dərmanın başqa adı trixapoldur. Bununla bir yerdə antibakterial maddələr təyin edirlər. Güya ki, bu, yəni mədə 12 barmaq bağırsaq xorasının sağalmasına kömək eləyir və s. və l. Lakin həyat göstərir ki, təcrübə göstərir ki, tibbi reallıq göstərir ki, mədə 12 barmaq xorası heç vaxt sağalmır, heç vaxt müalicə olunmur əgər insanın psixoemosional vəziyyəti düzəlməyibsə. Əgər insan daima gərginlik vəziyyətindədirsə, daima psixoemosional gərginlik, düşkünlük vəziyyətindədirsə, əhval-ruhiyyəsi aşağıdırsa, insan elə bir iynənin üstündə yaşayır, ora qaçır, bura qaçır, daima pul qazanmaq haqqında fikirləşir. Deyir, görəsən, sabah nə olacaq, sabah mənim pulum olacaq, olmayacaq, sabah mən necə yaşayacam, sabah müharibə başlayacaq, başlamayacaq, mən hansı şəraitdə yaşayacam. Əgər insan mədə 12 barmaq bağırsaq xorası olan insan bu cür şəraitdə yaşayırsa, təbiidir ki, onun qida rejimi də pozulur. Və heç bir mədə 12 barmaq bağırsaq xorası xəstəliyinin sağalmasına söhbət gedə bilməz. Ona görə də çox təcrübəli həkimlər, həkim terapevtlər, gastroenteroloqlar, onlar bilirlər ki, mədə 12 barmaq bağırsaq xorasının müalicəsində ən geniş istifadə olunan dərmanlardan bir qrupu, yəni başqa terapevtik xəstəliklərin müalicəsində istifadə olunan dərmanlardan əlavə
istifadə olunan dərmanların böyük bir qrupu psixotrop dərmanlardır. Yəni insan azacıq dozada, yəni bu ruhi xəstəliklərdə olan dozada yox, azacıq dozada insana bu psixotrop dərmanlar təyin olunur. Psixotrop dərmanların təyini nəticəsində, fikir verin, beynin mədə 12 barmaq bağırsaq funksiyasını tənzim edən mərkəzləri sakitləşir. Həmin mədə 12 barmaq bağırsaq xorasının sağalması sürətlənir və birazdan məlum olur ki, həmin bu dərmanların da iştirakı ilə, başqa müalicələrlə yanaşı, həmin psixotrop dərmanların da iştirakı ilə mədə 12 barmaq bağırsaq xorası sağalıb, çapıqlaşıb, insanın vəziyyəti yaxşılaşıb və s. və s. Növbəti xəstəlik, psixosomatik xəstəlik, bu neyrodermitlər, dəri xəstəlikləri. Mən sizə bildirmək istəyirəm ki, dəri xəstəliklərinin demək olar ki, yalan olmasın, yəni adi həkimlik təcrübəsində biz bunu görürük, 95%, bəlkə də çox, mərkəzi sinir sisteminin pozunluğu ilə əlaqədardır. Müxtəlif neyrodermitlər, allergik reaksiyalar, müxtəlif ekzema deyilən belə bir xəstəlik var, çox ağır xəstəlikdir. Deməli, bütün bu xəstəliklərin, ümumiyyətlə, dəri xəstəliklərinin etiologiyasının əsasında, səbəbinin əsasında ruhi pozunluq durur. Yəni, ruhi pozunluq deyəndə biz ruhi xəstəliyi nəzərdə tutmuruq. Həmin o ruhi pozunluq dəridə, psixosomatika, bayaq mən dediyim kimi, dəridə dəyişikliklər əmələ gətirir. Allergiya nə deməkdir? Allergiya özü psixosomatik bir vəziyyətdir. Siz bilirsiniz ki, allergiyadan əziyyət çəkən insanlar nə vaxt ki sakitdirlər, nə vaxt ki onların yuxuları yaxşıdır, nə vaxt ki sabahki günə ümidlə yaşayırlar, tutaq ki şəhər yerindən gedirlər, kənd yerinə, sakit yerdə yaşayırlar, onların allergiyası olmur. Nə vaxt ki onlar qayıtdılar həmin gərgin vəziyyətə, onlarda allergiya baş qaldırır. Bundan əlavə bronkial asma. Bronkial asma. Bronkial asma xəstəliyinin müalicəsində həkim terapevtlər çoxlu miqdarda müalicə metodlarından istifadə edirlər, lakin yenə də tibbi təcrübə göstərir ki, bəzən yox çox hallarda həmin müalicə metodlarının heç bir nəticə vermir. Sadəcə olaraq insana kifayətdir ki, çox azacıq dozada psixotrop dərmanlardan birini təyin edə həkim, müalicə həkimi və tez bir zamanda insanın tutmaları keçir və insanın vəziyyəti yaxşılaşır. Psixosomatik xəstəliklər haqqında çox danışmaq olar və onların siyahısını da çox uzatmaq olar. Məsələn, miqren xəstəliyi, miqren adlanan hemikraniya deyilən belə bir xəstəlik var. Bu da ruhi xəstəlik deyil. Bu ruhi xəstəlik hesab olunmur. Bu psixiatrik xəstəlik hesab olunmur. Psixiatrik patologiya hesab olunmur. Bu nevroloji patologiya hesab olunur. Bəzi adamlar nevroloji və psixiatrik xəstəlikləri, xəstəlik məfhumlarını bir-birindən qarışdırırlar. Yəni, o xəstəliklər ki, ocaqlı dəyişikliklərlə gedir, üzvi dəyişikliklərlə gedir. Yəni, beynin instrumental müayinəsində orada hər hansı bir ocaq tapılır. Və bu nevroloji xəstəliklərdir. Yəni, orada beynin strukturunda hansısa bir dəyişiklik var. Və yaxud da həmin o miqren tutması tutanda beynin venoz sistemində, venoz damarlarda elə üzvi dəyişikliklər olur ki, biz ona ancaq nevroloji xəstəlik kimi baxa bilərik. Nevroloji xəstəlik kimi baxa bilərik. Lakin miqren xəstəliyinin də əsasında, təməlində ruhi pozunluq durur. Yəni, psixiatrik patologiya durur. Bəzən insanlar qarışdırırlar, ruhi xəstə müraciət edir nevropatoloqa. Nevroloji xəstəlik ayrı şeydir, psixiatrik xəstəlik, yəni ruhi xəstəlik ayrıdır. Əlbəttə, bir mütəxəssis o biri sahənin xəstəliklərini bilməlidir, xüsusən də həkim psixiatrlar nevroloji patologiyanı çox yaxşı bilməlidirlər və psixiatrlar bunu bilirlər də, həqiqi psixiatrlar. Lakin təəssüf ki, həkim nevropatoloqlar çox zaman psixiatrik patologiyanı başa düşə bilmirlər. Çünki psixiatrik patologiyanı başa düşmək üçün xüsusi hazırlıq lazımdır. Psixiatrik patologiyanı başa düşmək üçün başqa elm sahələrini qeyri-tibbi
bir neçə qeyri-tibbi elm sahələrini bilmək lazımdır ki, nevropatoloqlar bunları öyrənməyiblər. Ona görə də əlbəttə psixiatrlar nevropatologiyanı bilirlər, amma nevropatoloqlar psixiatriyanı bilmirlər. Deməli, mən yeri gəlmişkən deyim ki, həmin bu nevroloji xəstəliklər və ruhi xəstəliklər, bunları bir-birindən qarışdırmaq olmaz. Bunlar ayrı-ayrı xəstəliklərdir. Yəni, insanlar çox vaxt bunu qarışdırırlar. Deyirlər ki, məndə nevroloji pozğunluq var. Yox, səndə nevroloji pozğunluq yoxdur. Səndə psixi pozğunluq var. Yəni, ruhi pozğunluq var. Bu tamamilə ayrı şeydir. Nevroloji pozğunluq deyəndə biz onu nəzərdə tuturuq ki, insanın ağzı əyilib, gözü çəpləşib, insanda şiddətli baş ağrıları var və həmin baş ağrılarının fonunda insan qusma var. İnsanda kəllə-daxili təzyiq hansısa bir beyin patologiyası səbəbindən artıb, insanın yerişində dəyişiklik var, insanın əl hərəkətlərində, nitqində, bədən hərəkətlərində dəyişiklik var. Yəni, mən bunu primitiv izah edirəm ki, insanlar başa düşsünlər. Amma ruhi pozğunluq deyəndə biz tamam başqa şeyləri nəzərdə tuturuq. Deməli, psixosomatik xəstəliklər insan ruhunda, insan psixikasında baş verən təlatümlərə bədənin cavabıdır. İnsan ruhunda baş verən təlatümlərə bədənin cavabıdır. Bu cavab nəticəsində insanda mədə 12 barmaq bağırsaq xorası da əmələ gələ bilər, hipertoniya xəstəliyi də əmələ gələ bilər, insanda miokard infarktı da əmələ gələ bilər, insanda müxtəlif dəri xəstəlikləri də əmələ gələ bilər, ekzema, allergik reaksiyalar, neyrodermit və s. və ilaxıra, bronşial asma xəstəliyi də əmələ gələ bilər. Yəni, biz buna deyirik psixosomatik xəstəliklər. Bundan əlavə var somatopsixik xəstəliklər. Somatopsixik xəstəliklər nədir? İnsanın birincili olaraq bədənində hansısa bir xəstəlik var. Məsəl üçün, insan infeksiyon xəstəliyi yoluxub. Və yaxud da insan cərrahi əməliyyat keçirib hansısa bir səbəbdən. Bunun nəticəsində insanın psixikasına təzyiq olub, yəni bu xəstəlik şəraiti, uzun müddət tibbi müəssisədə qalmaq, uzun müddət həkimlərin nəzarəti altında qalmaq, uzun müddət müəyyən rejimi gözləmək, bu insanın iradəsini, psixikasını, ruhunu gərginləşdirib və insanda həmin bədən xəstəliyi, ruhi xəstəlik əmələ gətirib. Bəs buna biz deyirik somatopsixi xəstəliklər. Mən bayaq saydığım həmin o psixosomatozlar, yəni həmin o hipertoniya xəstəliyi, neyrodermit, sonra bronşial asma və s. və ilaxıra, yəni psixosomatik xəstəliklər adı altında saydığım həmin o xəstəliklərə başqa sözlə psixosomatozlar da deyilir. Yəni, mən bu söhbətimizin sonunda qeyd eləmək istəyirəm ki, insanlar heç vaxt gərək psixosomatik sözünü də yerli-yersiz istifadə eləməsinlər. Psixosomatika o ayrıca psixiatriyanın və yaxud da təbabətin bir bölməsi deyil. Belə bir bölmə yoxdur. Bəzi tibbi təhsili olmayan mütəxəssislər, misal üçün psixoloqlar, hansı ki, psixoloqlar həkim deyil, onlar səhv olaraq belə bir tezis irəli sürürlər ki, psixosomatika adında belə bir bölməsi var. Psixologiyanın, nə bilim, psixiatri. Xeyr, belə bir bölmə yoxdur. Sadəcə psixosomatik xəstəliklər var. Amma belə bir təbabət bölməsi mövcud deyil. Psixosomatik xəstəliklər haqqında da mən danışdım. Bir şeyi də qeyd eləmək lazımdır. Mühüm bir məsələni qeyd eləmək lazımdır ki, psixosomatik xəstəliklərin müalicəsində mütləq həkim psixiatrın iştirakı olmalıdır. Yəni, orada psixotrop dərmanlar təyin olunur, az da olsa. Həmin psixotrop dərmanlar təyin etmək üçün sizə həkim psixiatr lazımdır və həkim psixiatr adekvat şəkildə həmin o psixotrop dərmanları başqa müalicə vasitələri ilə eyni vaxtda təyin edir və psixosomatik xəstəliyin ağırlıq dərəcəsi enir və psixosomatik xəstəlik tez bir zamanda remissiya verir, yəni yaxşılaşır, bəzən də tamamilə sağalıb gedir. Bu, aslı insanın yaşadığı şəraitdir. Mən söhbətimin sonunda qeyd eləmək istəyirəm ki, bütün bu psixosomatik xəstəliklər zamanı
ruhi təlatümlər ki, biz deyirik, ruhi təlatümlər. Nəyə görə insanın ruhu təlatümə gəlir? Adi bir insan idi, yəni sakit, sağlam bir insan idi. Birdən bunun ruhu təlatümə gəldi. Ruhi təlatüm insanda o vaxt baş verir ki, insanın ona lazım olan tələbatları onun təbiətən və yaxud da sosial mühit tərəfindən diktə olunan tələbatları ödənilmir. İnsanın hansı tələbatları var? Qısaca olaraq mən deyim. İnsanın ən birinci tələbatları məşhur psixoterapevtlər, psixiatrlar insanın ən mühüm psixi tələbatlarını ayırıblar. Birinci tələbat fizioloji tələbatlardır. Fizioloji tələbat nədir? İnsan normal qidalanmalıdır. İnsan normal qaydada cinsi əlaqədə olmalıdır. Cinsi əlaqədə olmalıdır. İnsan normal mənzil şəraitində yaşamalıdır. İnsanın